Salam, hörmətli müəllimlər. Say bildirən sözlərdən danışmaq istəyirəm. Bunlardan ən çox işlənəni a lot of-dur. Bunu həm təsdiqdə, həm inkarda, həm sayılanlarla, həm sayılmayanlarla işlətmək olar. Ona görə sadəcə bu biraz qeyri-rəsmi sözdür. Yəni danışıq dilində çox istifadə olunanda, amma yəni ən çox işlənən budur. Və çox dediyimiz hər şeydən istifadə edə bilirik. Məsələn, mən deyirəm ki, mən çoxlu we bought, tutaq ki, biz çoxlu alma aldıq. A lot of apples. Bunu we bought a lot of apples da deyə bilərəm və yaxud da sayılmayan bir şeylə deyək, tutaq ki, çörək aldıq çoxlu, bread deyə bilərik və s. İnkarda işlədə bilərik. Tutaq ki, mən deyirəm ki, mənim çox vaxtım yoxdur. I don't have a lot of time. Və yaxud da sual cümləsində işlədə bilərəm ki, məsələn, sənin çoxlu dostun var. Do you have a lot of friends? Gördüyünüz kimi həm sayılan, həm sayılmayan, həm inkar, həm sualda işləndi. İndi baxaq maça. Maç sayılmayanlarla işlənir və daha çox inkar və sual cümlələrində işlənir. Məsələn, mən deyirəm ki, sənin pulun var, yəni çoxlu pulun var. Do you have much money? Və yaxud da mənim çox pulum yoxdur. I don't have much money. Pul bildiyiniz kimi sayılmır. Məsələn, dollar desək sayılır, amma pul sayılmır. Və I have much money demək düz səslənmir. Mənim çoxlu pulum var deyəndə, yəni onu I have a lot of money demək daha yaxşıdır. Many isə sayılanlarla işlənir və daha çox o da yenə sual, inkar cümlələrində. Məsələn, mən deyirəm ki, tutaq ki, sən çoxlu kitab aldın. Did you buy many books? Və yaxud da deyirəm, tutaq ki, mən çox adam tanımıram. I don't know many people. Sual və inkar cümlələrində oldu. Sonra baxaq a little-la a few-ya. Deməli, a little, a few həm little, few formasında işlənir. Deməli, little sayılmayanlarla işlənir və az. Məsələn, little nə ola bilər? Water ola bilər, az su və yaxud da pul ola bilər, money, vaxt ola bilər, nə bilim, sup olsun və s. Few isə sayılanlarla işlənir. Məsələn, books, insanlar, people, dostlar, friends, günlər, days. Və bunlar az deməkdir. Bunların yanında eynən işlənəndə bu olur biraz. Məsələn, bir var, mən deyirəm ki, there is little water. There is little water in the fridge. Soyuducuda az su var. Bu deməkdir ki, yəni su azdır. Mənfi mənadadır. Bir də var, mən deyirəm there is a little water. A little deyəndə bu oldu çoxdur su. Yəni bir az su var kimi deyilir. Elə bir də Azərbaycan dilində bir demək, yəni bir mənasında səslənir. Ona görə a little olanda, məsələn, mən deyirəm ki, hə, biz söhbət edə bilərik. I have a little time. Biraz vaxtım var. I have a little time. Bir də var, deyirəm ki, yox, mən getməliyəm. I have little time. Sənlə söhbət edə bilmərəm. I have little time dedimsə, bu o deməkdir ki, vaxtım yoxdur. Eləcə də few. Ta ki, mən deyirəm, I have few friends. Bu deməkdir ki, mən pisəm, mənim dostum azdır.
I have a few friends deyəndə o deməkdir ki, mənim biraz dostum var. Yəni kifayət qədər dostum var da bəs eləyir. Bir də biz bunları men ilə maçın bir də inkar formasından danışım. Yəni tək isimsiz belə işlənə bilər. Ta ki mən deyirəm ki, mən soruşam pulum var. Do you have much money? O da deyir no. Not much. Yəni çox deyil. O mənada. Və yaxud da deyirəm ki, mən kinoya çox gedirəm. I go to movies a lot. Gördüyünüz kimi bu da sözün sonunda işləndilər. Not much inkarla işləndi. A lot da təsdiqdə, amma cümlənin sonunda. Yəni mən kinoya çox getmirəm. Məsələn, mən çox yeyirəm. I eat a lot. Çox yeyirəm. Mən çox yemirəm. I don't eat much.